Bugün sizə peşəkar komandamız tərəfindən layihələndirilən və tikintisi bitməkdə olan Elkan Total layihə barədə məlumat verəcəm. Gördüyünüz villa İspan və Aralıq dənizi üslubunda layihələndirilərək komfortlu və estetik baxımdan cəlbedici görkəm verilmişdir. Müxtəlif yüksəkliklərdə olan dam örtükləri layihəni unikal etməklə yanaşı, aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərini özündə cəmləyir. Layihə fasadının bir hissəsində daş örtüklü sahə nəzərdə tutulub ki, bu da evdə təbii görünüş qazandırmaqla yanaşı, İspan və Aralıq dənizi üslubunun ənənəvi təbii materiallardan istifadəsini nümayiş etdirir. Birinci mərtəbədəki verandalar və ikinci mərtəbədəki geniş balkonlar açıq havadan maksimum yararlanmağa imkan yaradır. Tağlı giriş və pəncərələr evin memarlıq estetikasında zəriflik yaradır və tikilinin klassik elementlərə bağlılığını göstərir. Pilləkən qəfsəsində yerləşdirilmiş geniş pəncərələr ilə pilləkən zonası və hər iki mərtəbə dəhlizi təbii işıqla təmin edilmişdir. Onu da qeyd edək ki, layihə tərtib olunarkən ərazinin uzunsov olması amili nəzərə alınmış və bununla da evin hər iki tərəfindən bərabər şəkildə fasad dizayn edilmişdir. Nəticə etibarilə evin ön və arxa tərəfi istiqamətində bərabər şəkildə giriş təmin edilmişdir.